Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İmam Hüseyin Aleyhisselamın siyasi ve ictimai hərəkatı olan Kərbəla məktəbi haqqında inşallah mövzumuz davam edir və istərdik ki, bu haqda səsləndirilən fikirləri, iddiaları inşallah cavablandıraq. Onlardan da biri budur ki, İmam Hüseyin Aleyhisselamın bu ictimai və siyasi hərəkatına qarşı bəziləri iddia ediblər ki, o həzrətin məqsədi hakimiyyət edib, bəziləri iddia ediblər ki, o həzrətin məqsədi şəhadət edib. Amma ikisi də, yəni bu variantların ikisi də məqsəd və nəticəni səhv salmaqdan irəli gəlir. Yəni o həzrətin məqsədi birbaşa olaraq hakimiyyət və yaxud da şəhadət olmayıb. Düzdür, nəticələrdir bunlar. Ola bilərdi ki, İmam Hüseyin Əleyhisselamın bu ictimai və siyasi hərəkatı sonda hakimiyyətlə bitərdi. Ola bilərdi ki, İmam Hüseyin Əleyhisselamın necə ki, belə bitdi, şəhadətlə bitsin. Və bunlar nəticələrdir. Amma əsasən İmam Hüseyin Əleyhisselamın məqsədi fərqli olub. Yəni, İmam Hüseyin Əleyhisselam Məkkədən üzü Küfəyə tərəf yola düşəndə o həzrətin məqsədi bu olmayıb ki, hakimiyyətə çatsın və yaxud da ki, şəhid olsun. Düzdür, bu işin iki sonu var, ya hakimiyyətə çatmaq və yaxud da ki, şəhid olmaq. Bunların ikisinə də İmam Hüseyin Aleyhisselam hazır olub. Əgər hakimiyyətə çatsaydı, yəni İslam hökumətini bərpa edə bilsəydi, o vaxt ki, Bəni Ümeyyə hakimiyyətini aradan aparıb əsl İslamı qura bilsəydi İmam Hüseyin Aleyhisselam, onun üçün də İmam Hüseyin Aleyhisselam artıq bir proqram hazırlamışdı və hökuməti idarə etmək üçün bir proqramı var idi İmam Hüseyin Aleyhisselamın. Əgər bu nəticə olmasaydı, yəni hakimiyyətə çatmaq nəticəsi, İmam Hüseyin Aleyhisselam digər nəticəyə də hazır idi, yəni şəhadət məqamına və buna da tam hazır idi. İmam Hüseyin Aleyhisselamın əsas məqsədi nə idi? Sual bundadır. İmam Hüseyin Aleyhisselamın əsas məqsədi nə idi? İmam Hüseyin Aleyhisselamın əsas məqsədi o zaman, yəni artıq Bəni Üməyyənin dövründə, məlun Yezidin dövründə artıq İslam hökmləri, İslam qayda qanunları və ilahi sünnə aradan gedirdi. Və Peyğəmbərin, Həzrəti Peyğəmbərin Mədinədə qurduğu o qayda qanunlar, İslam hökuməti artıq Yezidin dövründə təhriflərlə məruz qalmışdı və sıradan çıxmaq ehtimalı var idi. Və İmam Hüseyin Əleyhisselam bu təhriflərin, ilahi sünnənin dəyişməsinin qarşısını almaq üçün və Peyğəmbərin əsl getirdiyi İslamın aradan çıxmasına icazə verməmək üçün bu ictimai siyasi hərəkatı başladı və Məkkədən üzü Küfəyə tərəf çıxdı və məqsədi də bundan ibarət idi. Yəni, bu ən böyük vəzifə idi İmam Hüseyin Aleyhisselam ki, biz bu haqqında, vəzifə haqqında danışmışıq və ən böyük məqsəd idi ki, bu ictimai siyasi hərəkatda. Yəni, ola bilərdi ki, bu məqsəd nə ilə nəticələnsin? Həm ilahi hakimiyyətlə bərqərar etməklə, o Həzrəti Peyğəmbərin qurduğu hökuməti və Əmir-əl-Möminin Əleyhisselamın o xilafətdə olduğu vaxtdakı İslamı hökumət idi, Əmir-əl-Möminin Əleyhisselamın onu möhkəmlənsin və o yoluna getsin və daha da İslamın hökumətinin dayaqlarını möhkəmləndirsin. Buna nəticələnə bilərdi bu məqsədin sonu. Necə ki, bu məqsədin sonu şəhadətlə nəticələndi. Bəli, İmam Hüseyin Aleyhisselam bu nəticələrin ikisinə də hazır idi və sözümüzün əvvəlindəki qeyd etdik. İmam Hüseyin Aleyhisselam hökuməti işləri hazırlamışdı və hazırlayırdı Küfəyə gedərkən yolda və ondan öncə həm də şəhadət işlərini də həmçinin o həzrət hazırlayırdı və buna hazır idi. Və necə ki, İmam Hüseyin Aleyhisselam Küfəyə çatarkən yolda onun qarşısını kesirlər və onu mühasirəyə alırlar və onu məcbur etmək istəyirlər ki, bəyyət etsin. İmam Hüseyin Aleyhisselam bu bəyyətdən çəkinir, hətta ki, şəhadətlə nəticələnsə belə bəyyət etmir və hətta onu da qeyd etmək lazımdır ki, 6 aylıq körpəsini belə bu yolda qurban verir və şəhid edilir İmam Hüseyin Əleyhisselamın övladı. Yəni, buna qədər İmam Hüseyin Əleyhisselam hazırlanmışdır. Hətta onu da qeyd etmək lazımdır ki, İmam Hüseyin Əleyhisselam öz şəhadətindən sonraki vəziyyəti də bilirdi və başa düşürdü ki, əsir aparılacaq onun yaxınları İmam Hüseyin Əleyhisselamla o kərvanda gələn xanımlar və körpələr əsir aparılacaq və zülümlər olunacaq və bunları da başa düşürdü və bilirdi ki, necə ki, Aşura günü İmam Hüseyin Əleyhisselam artıq buna hazırlıq görmüşdü. Amma İmam Hüseyin Əleyhisselamın əsas məqsədi bundan ibarət idi ki, ilahi qanunları bərpa etsin və təhriflərə qarşı çıxsın, daha dəqiq desək, İslam dinini, həqiqi İslamı təhriflərdən qorusun və bu Yezidin dövründə artıq İslami sünnə, İslami qayda qanunlar sıradan çıxmaq və aradan çıxmaq
təhlükəsi ilə üzləşmişdi. Heç kəs də cürət edib Yezidə qarşı qiyama əl ata bilmirdi. O dövrün hətta alimləri, dinşünas adamları belə Yeziddən çəkinirdi, Ümeyyə hakimiyyətindən çəkinirdi, həqiqəti görə susurdular. Və bu haqda biz söhbət açmışıq. Bugünkü mövzumuz İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbindəki məqsədi haqqında idi və qısa şəkildə də olsa istədik ki, sizlərə İmam Hüseyn əleyhissalamın məqsədini çatdıraq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.